Sinton anlayışından danışacağıq. Görkəmli fransız alimi, ədəbiyyatşünası, tənqidçisi Jacques Lacanın qəribə, qeyri-adi anlayışlarından birindən söhbət açaq. Sinton. Bu elə anlayışdır ki, ilk baxışdan adama elə gəlir ki, kimsə simptom sözünü səhv yazıb. Əslində deyilənə görə sinton elə simptom sözünün daha qədim versiyalarından biridir. Ancaq Lacanda onun məqsədi başqadır. Sinton hansısa xəstəliyin əlaməti deyil. İnsanın dünyadakı mövcudluq formalarından, onun belə deyək, sağ qalma strategiyalarından biridir. Lacana görə insan tam deyil, bütöv deyil. O, dil, arzu, tabular, təhtərşuurdan gələnlər vasitəsilə bölünmüş, parçalanmış, hissələrə ayrılmış bir varlıqdır. Onu ayaq üstündə tutan, diri saxlayan, bu parça-parça olan mənliyini formaya salmaq üçün mexanizmlər tapmasıdır. Sinton da bu mexanizmlərdən biridir. Jacques Lacan bu anlayışı 1970-ci illərdə James Joyce'un əsərlərini təhlil edərkən yaradıb. Joyce'un öz əsərlərində qəribə lingvistik oyunlar, dillər arasında qəribə körpülər qurmasını Lacan onun dəli olmağının qarşısını alan bir şey kimi görür, təhlil eləyir. Joyce psixoanaliz seansları ilə, terapiya ilə yox, ədəbiyyatla, dil və forma oyunları ilə özünü xilas edib. Dəli olmayıb. Yazmaq Joyce'un sintonudur. Yəni Joyce başının ipi qaçan yerlərinə sənətlə düyün vurub. Düyün sözünü elə-belə demədim, elə-belə istifadə eləmədim. Bu məqamda Lacanın Borromeo halqaları və ya düyünləri modelini yada salmalıyıq. Lacan deyir ki, 3 halqa, 3 düyün qatı var. Birincisi rəmzi olmayan, reallıq, gerçəklik qatıdır. İkincisi imaginativ, yəni metaforik, obrazlı qatdır. Üçüncüsü isə simvolik qatdır. Bu 3 halqa, bu 3 düyün iç-içədir, bir-birinə bağlıdır. Biri sıradan çıxsa, qopsa, insan psixoloji müvazinətini itirər, yaşaya bilməz. Lacan deyir ki, sinton bu 3 halqaya əlavə olunmuş 4-cü halqadır, 4-cü qatdır, yeni bir düyündür. Kimin üçünsə bu qat, bu düyün sənətdir, yaradıcılıqdır, kimin üçünsə dindir, inancdır, kimin üçünsə hansısa qəribə bir hobbidir. Sinton sağalma deyil, sağ qalmadır. Sinton öz kabuslarımızla, vəsvəsələrimizlə başa çıxmaq yoludur. Lacan deyir ki, hərənin öz sintomu var. Yəni, hərənin öz tutacağı var. Necə ki, Joyce öz təhtərşuuru ilə, dil oyunları vasitəsilə üzləşib, hamı özünə bir oyun taparaq sağ qalır.